Azərbaycanlıların soyqırımının 107-ci il dönümü ilə əlaqədar Quba Soyqırım Memorial Kompleksi kütləvi şəkildə ziyarət olunur. Ziyarətçilər soyqırım qurbanlarının xatirəsini anmaqla yanaşı tarixi faktlarla daha yaxından tanış olurlar. Ümumiyyətlə 2013-cü ildən bu tərəfə Soyqırım Memorial Kompleksi istifadəyə verildikdən sonra buranı 1 milyon 200 mindən çox insan ziyarət edib ki, onların arasında 200 minə yaxın əcnəbi vətəndaşlar var. Ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı tarixi faktlarla daha yaxından tanış olurlar. Soyqırım kompleksinin Qubada bu məkanda yerləşməsi təbii ki, təsadüf deyil. Bildiyiniz kimi 2007-ci ildə tam təsadüf nəticəsində bu olduğumuz məkanda kütləvi məzarlıq aşkarlandı və bununla bağlı bizim ziyalılar, alimlərimiz, arxeoloqlar, antropoloqlar araşdırma komissiya təşkil olundu, araşdırma apardılar və araşdırma nəticəsində məlum oldu ki, buradakı insanlar, yenə dediyim kimi qadın, uşaq və yaşlılara aid insan sümükləri, bunlar 1918-ci ildə erməni daşnaqlar tərəfindən soyqırıma məruz qalmış günahsız insanlara məxsusdur. Quba Soyqırım Memorial Kompleksində əməkdar rəssam Adil Çikəliyevin 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci il dönümünə həsr olunan Mələklərin Fəryadı adlı Qobelin sərgisi nümayiş etdirilir. Bu sərgi martın 29-dan etibarən açılıb. Mələklərin Fəryadı artıq sırf Şamaxıda olan qırğına, sonra Bakıda olan qırğınlara, sonuncu Qubada olan o soyqırım qəbirstanlığında tapılan o necə deyim, insan qalıqlarını, o cürünə kütləvi qırğının yerinə mənə təsir elədi. Ona görə mən bu işi Soyqırım Mələklərin Fəryadı əsərini işlədim. Hazırda Quba Soyqırım Memorial Kompleksinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Soyqırım kompleksinin əməkdaşları çalışırlar, davam eləyirlər öz elmi axtarışlarını. Bax, indi bugün xəbər gəldi ki, Osmanlı arxivlərindən yeni məlumatlar toplanıbdır. Onların üzərində inşallah ki, elmi konferanslar keçiriləcək. Çünki ən böyük problem də odur ki, bax, bütün bizim xalqımızın başına gələn bu dəhşətlər hələ də digər ölkələrdə öz düzgün qiymətini almayıb.